Əziz Əməvi davamçısı olan əzizlərimiz var, vəhhabilər var. Hər dəfə bir də görürsünüz ki, qeyd edirlər şərhlərdə ki, niyə görə filan kəslər, beşmən kəslər qaldı, siz İmam Hüseyndən yapışmışsınız. Mən bir söz deyəcəm. Hər dəfə də ki, qayıdıb deyirlər ki, Allah Taala filan kəsləri, səhabələrin hamısını cənnətlə müjdəliyib. Yəni bunların məntiqinə əsasən Peyğəmbərin zülmlər görmüş səhabəsi Əmmar Yasir də gedəcək cənnətə və onun qatili Muaviyə də gedəcək. Nə gözəl, nə qəşəng, nə ritorik. Peyğəmbərimizin nəvəsi səhabə ki, barəsində ən azı mübahilə ayəsi nazil olmuş İmam Hüseyn əleyhissalam da gedəcək cənnətə və barəsində ancaq qəbih şeylər gəlmiş Yezid gələcək. Yaxşı, əgər Allah Taala Yezidi bu qətlinə görə bağışlayacaqsa, mən də ona nifrin edirəmsə, Allah niyə məni bağışlamasın? Hə? Mən keç-keç öldürməmişəm. Heç bir müsəlmanın qanına əlim batmayıb. İndi məsələ burasındadır, sual. Peyğəmbərimizin, xanımlarının axirət vəziyyəti necə olacaq? Bəzən deyirlər, Allah Taala bəzi kəsləri cənnətlə müjdəliyib. Sən etiqad kimi bəsliklərdə, necə ki, Quranda var ki, Peyğəmbərə, rəsullara, mələklərə iman. Bu bir dəstə adam bura səhabələri də qatıb. Ki, səhabələrə də sən iman gətirməlisən, onların arasında fərq qoymamalısan, halbuki özləri fərq qoyurlar, filan kəsdən üstündür, onundan üstündür, bundan üstündür və s. Sual, Peyğəmbərin xanımlarının vəziyyəti nətərdir, axirət vəziyyəti? Hə? Əksəriyyət bəlkə deyər ki, yaxşıdır. Axirətdə uca cənnət Firdovsda yer tutublar. Yaxşı, deyirsiniz ki, beyyət ediblər, mühacir və ənsardan razıdır Allah Taala. Belə-belə sözlər deyirsiniz. Bəli, Peyğəmbərin xanımlarının da var belə bir sabiqəsi, deyərlər ki, bəli var. Allah Taala niyə görə ayədə buyurur ki, Ya Nisa-ən-Nəbi, Ləstunnəkə əhədin minən-nisa. Siz digər qadınlar kimi deyilsiniz. Başqa ayədə deyir ki, Ya Nisa-ən-Nəbi, Mən yə'ti minkunnə bi fahişətin mübəyyinə, Yuda'af ləhəl-əzab di'feyn. Əgər sizdən kim açıq, aşkar, çox pis bir işlə gəlsə, Allah ona 2 qat əzab verəcək. Niyə Allah Taala Peyğəmbərin xanımlarına bu ayəni nazil edir? Aya, onlar bəs Hüdeybiyyə sülhü, bəs mühacir, bəs ənsar ki, qeyd edirlər, hesab kitabsız məsələn deyirlər ki, filan kəslər artıq cənnətdədir. Bu ayə niyə var? Niyə var? Əgər sizdən kim açıq, aşkar bir pis iş görsə, Allah sizə 2 qat əzab verəcək. Niyə bunu deyib? Əgər bir adam cənnətdədirsə, bəri başlandan cənnətdədirsə, niyə Allah Taala bu ayə ilə təhdid edir Peyğəmbərin xanımlarını? Mənim əslində burada bu ayəni gətirməkdən məqsədim Peyğəmbərin xanımları, səhabələr deyildi. Mənim məqsədim özlərini Əhl-i Beytə isnad edib onların adından iş görən kəslərədir. Əgər Peyğəmbərin xanımlarına Allah Taala təhdid edib onlara deyirsə ki, sizə 2 qat əzab verəcək ki, siz Peyğəmbərə nisbət verib özünüzü bu cür işlər görmüsünüz. Onda bu bədbaxt Peyğəmbər, imam Allah adından işlərini belə bu cür edənlərin aqibəti necə olacaq? Necə olacaq? Nə Seyid ol, Ayətullah ol, nə bilim filan kəs ol, filan kəsin nəslindən, beşman kəsin. Quran deyir, yox sən pis iş görsün, sənə 2 qat əzab veriləcək. Bir neçə dənə şeyi qeyd etmək istəyərdim. Məsələn, bəzi məclislər var, görərsiniz, həyatda öz əqidənin yolunda mübarizə apar, çünki həyat əqidə və cihaddan ibarətdir. Məsələn, İmam Hüseyn əleyhissalama belə bir söz nisbət verilir. Lakin əzizlər, İmam Hüseyn əleyhissalamın belə bir sözü yoxdur. Biləsiniz, bu qeyd edilənə əsasən şair və ədib Əhməd Şövqiyə aiddir. Yəni, biləsiniz, bir söz xoş gələ bilər. Şəhid Mütəhərrir demişkən, bəzən gəlirlər cavanlar, deyirlər, İmam Hüseynin belə bir sözü olub. Deyirsən ki, yox, İmam Hüseyn belə söz demir, deyirlər, ayda. İmam Hüseynin o cür sözləri olub, onlar məyər azdır ki, sən başqa bir sözə də ki, pənah sığınacaq aparırsan. Və ya məşhur eşitmişsiniz, Roza mərsiyələrdə və ya bəzi xütbələrdə ki, İmkanə dini Muhammed, o məşhur bir söhbət var ki, İmam Hüseyn əleyhissalama nisbət verilir belə bir söz ki, əgər babam Məhəmmədin dini mənim öldürülməyimlə ayaq üstə qalacaqsa, onda ey qılınclar, doğruyum mən. İmam Hüseynin belə bir sözü yoxdur. Yəni, bu da qeyd edilib ki, bu misralar Şeyx Möhsin Əbdülhəb Həvizi Kərbəlaya, vəfatı hicrətin 1305-ci il, məxsus və onun Əl-Hayrat divanında yer alıb. Ola bilər ki, kimsə həmin bu şairin sözünü məclisdə deyib, İmam Hüseynin nisbət verərək. Amma kimsə oturub, qulaq asıb ki, bu məddah şair İmam Hüseynin adına belə söz deyib. Gedib bu buna deyib, o buna deyib, o buna deyib, cəmaatın arasında yayılıb, insafən də adam deyir, nə gözəl söz. Əgər babamın dini mənim ölümümlə yaşayacaqsa, onda ey qılınclar, doğruyum mən. Adam deyir, bəh. Amma İmam Hüseyin belə söz deməyib. Yəni, məsələ bu deyil, bu söz batil deyil. Məsələ bu sözü İmam Hüseyin əleyhissalamın adından cəmaata deməkdir. Məşhur bir söz. Kullu yevmin aşura və kullu ardin Kərbəla. Hər gün aşuradır, hər yer
Kərbəladır və bunu İmam Sadiq əleyhissalama adətən nisbət verirlər. Sözüm yenə də batil, haqq olduğu ilə deyil. Mənim məqsədim budur ki, İmam Sadiq əleyhissalamın belə bir sözü yoxdur. Əbu Bəsir və Məhəmməd ibn Müslim nəql edib ki, İmam Sadiq əleyhissalam buyurub. İnsanlarla onların bildiyi və qəbul etdiyi kimi davranın, ünsiyyət qurun. İnkar etdikləri və ya xoşlamadıqları şeyləri isə onların özünə buraxın. Özünüzə də, bizə də yük olmayın. Yəni, bizi çətin vəziyyətdə qoymayın. Hər şeyi, hər bir sözü cəmaat arasında danışmazlar. Məsələn, Əməvi ardıcılları, Vəhabilər. Təzə-təzədə özümüz görürdünüz. Gəldilər, belə bir təbliğat apardılar ki, sən gərək etməlisən atoğun, anaonun qəbirlərini dağıtmalısan. İslamda qəbir yoxdur. İslamda bu yoxdur, o yoxdur. Təzə-təzə belə başladı. Gedirdilər, yadınızdadır, yadında olanların olar, 90'ların axırlarında gedirdilər qəbirstanlıqda qəbirlər dağıdırdılar. Güya bu şirkdir, şirkdir. Bunların babaları Mədinədə, Məkkədə dağıtdılar qəbirləri, doymadılar, gəlsinlər Azərbaycanda da. Desinlər ki, kimlər söz ata-babalarının qəbirlərini dağıtdılar. Var, yəni köhnə namaz qılanlar bunu çox yaxşı bilirlər. Tarixən başladılar ki, yox, İslamda qəbir ziyarəti yoxdur, qəbir yoxdur, şirkdir, şirkdir, şirkdir. İndi maşallah onların ardıcılları qəbirstanlıqdan çıxmırlar. Necə oldu bu? Hə? Yox, Peyğəmbərimiz buyurub ki, qəbirləri ziyarət etməklə ölümü xatırlayın. Nə bilim filan, bunu qabaq niyə demirdiniz, hə? Gördünüz bizim xalq bu ənənəni qəbul eləmir qəbir sındırmağı, qəbir dağıtmağı, qəbir ziyarətini yığışdıra bilmədiniz, filan eləmədiniz. Çünki gedib o əvəcdadlarımızdan gətirdiyiniz ənənə gördünüz Azərbaycanda keçərli döyür. Dediniz ki, nə, gedək qəbirstanlıqlara. İndi maşallah qəbirstanlıqlarda minbər açıb cəmaata xütbə söyləyirlər. Nə oldu? 10-15 il bundan qabaq niyə eləmirdiniz? Hələ 10-15 il bundan da qabaq da deyərdiniz, cəmaata ölümü xatırladardınız. Niyə tövsiyə verirdiniz ki, qəbir dağıtsınlar? Niyə görə bəqidə qoymursunuz ki, cəmaat keçsinlər, hə? Siz gedib qəbirstanlıqda özünüz gedib kimisə dəfn edəndə o qəbirlərdən nəsə istəyirsiniz? Bəs başqalarına niyə görə qoymursunuz ki, cəmaat qəbirstanlığı ziyarət eləsin? Bəziləri deyir ki, niyə Quranda dinozavr yoxdur? Niyə Quranda avokado barəsində ayə yoxdur? Niyə görə məsələn Budda haqqında bir söz yoxdur? Niyə görə filandır? Qardaşım, bunların cəmaatının tanıdığı kəslər Yaqub olub, Zəkəriyyə olub, İsmail olub, filan olub, tanıdığı meyvələr olub, tanıdığı heyvanlar olub, filan olub. Allah Taala gəlib o qövmə qayıdıb desə ki, qütb ayısından söhbət danış. Onlar deyəcək, sən nə danışırsan? Qütb ayısı kimdir? Deyirsən, Quranın işi coğrafiya deyil, Quranın işi astronomiya deyil, nə bilim, parapsixologiya deyil, filan deyil. Quranın işi hidayətdir. İnsanlara hidayət etmək üçün gəlib.